Salam dostlar. Bu ne mahnıdır? 20. hissəni izləyirsiniz. Değerli dostlar, yuxarıda gördüyünüz karta daxil olub WhatsApp kanalımı izləyin və bildirişləri mütləq açın zəhmət olmasa. Orada bir səs atmışam WhatsAppda sizin üçün. Mütləq onu dinləyin. Və aşağıda gördüyünüz mənim WhatsApp nömrəmdir. Çindən avtomobil, inşaat malları, tibbi avadanlıqlar, kran, ekskavator, nə istəsəz sizin üçün fabrikdən, zavoddan, topdan və ya tək-tək ucuz qiymətə alıb göndərə bilərik. Azərbaycanla yanaşı təbii ki, Rusiyaya da çatdırılma eləyirik. Mən həmişə demişəm ki, zövqlü və mədəniyyətli olmağın təhsillə əlaqəsi yoxdur. Yəni bir insan universitet tələbəsi ya da məzunudursa, bu o demək deyil ki, o çox təhsillidir və yaxud da çox mədəni və zövqlüdür. Elə bir şey yoxdur. Mən inanmıram ki, videoda gördüyünüz tələbələr hamısı savadlı filandır, açığı. Keçid balını qılaqıl keçib universitetə daxil olan tələbələr də var orada. Sonra da 4 ili rüşvətlə, hörmətlə yola verib diplom alacaq olanlar da əksəriyyəti. Gələk bunların zövqünə, təhsili qoyduq bir kənara. Musiqi həqiqətən zövq məsələsidir. Bir insanın necə biri olduğunu bilmək üçün onun musiqi zövqünü bilmək lazımdır. Ola bilər, çox murdar adam ola bilər. Musiqi zövqü çox qəşəng ola bilər. Mən insanların yaxşı və ya pis adam olmasından danışmıram, hansı səviyyədə olmasından danışıram. Məsələn, bu gələcəyimiz olan tələbələr niyə bu dırnaqarası musiqi ilə əl açıb rəqs eləsinlər? Niyə? Özü də Nigulyanın Kəmaləsinin mahnısı ilə. Hansı ki, mahnı deyil, yəni zibildir. Zibildir, valla. Yeri gəlmişkən bir video hazırlamışam məzə üçün. İnsanların bəziləri həqiqətən inanmışdılar ki, mən buradan Nigulyanın Kəmaləsini qınayıram, amma o ilə oturub dururam. Onları da qınamıram açığı. Belə pis çıxmasın, səsləndirməni, uzlaşmanı, yəni səs uzlaşmasını elə incə işləmişəm ki, insanlar real olduğuna inanıblar. Amma o səsləndirmə dostlar, real deyil. Yəni mən oyuna oturub durmuram. Yəni mən orada olmamışam. Nəysə, gələk Xəzər Universitetinin həyətində tələbələrin bu rəqs etdiyi bayağı mahnıya. O qədər gözəl, məsələn, rəqs havalarımız var ki, Xəzər Universitetinin rəhbərliyi o musiqilərə icazə verərdi və o həmin musiqilərlə tələbələr rəqs eləyərdilər. Xəzər Universiteti də, yəni təhsil ocağı da belə rüsvay olmazdı. Təbii ki, tələbələr öz başına deyil. Universitetin rəhbərliyinin də bundan xəbəri var. Universitetin həyətində yüksək səslə rəqs eləyirlərsə, deməli, universitetin rəhbərliyinin xəbəri var. Yəni deyirəm, hər kəs özü bilər. Kim hansı zir-zibili dinləyir, özü bilər. Amma bir şey var ki, bu ali savadlı olacaq tələbələr bu gündədirsə, vay bundan sonraki gələcək nəslə. Yəni, nə deyim valla? Əziz tələbələr, videoda olan insanlar, sizi yaxşı musiqilər dinləməyə, zövqlü olmağa çağırıram. Valla, biraz özünüzü məcbur eləyib, muğam, klassik musiqi, caz, rock, səviyyəli pop dinləsəz, sonra artıq görəcəksiniz ki, zövqünüz dəyişilib. İnanın ki, bunu eləsəz, zövqünüzü dəyişə biləcəksiniz. Anlayacaqsınız ki, bundan öncə zövq aldığınız dırnaqarası bu zibil mahnılar, dırnaqarası mahnılar zibil yığınıymış. Özünüzə yaxşı baxın, görüşərik, hələlik.